İmamət və vilayət bayramı münasibətilə başda İmam Zaman ağa və onun haqq naibi olmaqla bütün müsəlmanları təbrik edirəm. Allah Taala inşallah bizləri Əli əleyhissalamın vilayətində sabit qədəmlərdən qərar versin. Allah Taala Maidə surəsinin 67-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Ya eyyuhər rəsul, bəlliğ ma unzilə iləykə min rabbik. Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı kamil şəkildə insanlara çatdır. Və in ləm təfəl fəmə bəlləğtə risalətə. Əgər bu işi görməsən, Allahın risalətini tamamlamamısan. Vallahu ya'simuka minən-nas. Allah sən özü insanların şərrindən qoruyacaq. Bildiyimiz kimi bu ayə Əli əleyhissalam barəsində Peyğəmbərin mübarək qəlbinə nazil olub. Qədirxum çölündə Cəbrail əleyhissalam təkidlə Peyğəmbərin yanına gəldikdən sonra Peyğəmbər Əli əleyhissalamı yanına çağırır və üzünü müsəlmanlara tutub bu məhşur və tarixi bir cümləni buyurur: Mən kuntu mövlahu fəhəzə əliyyum mövlahu. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Allahın əmrini yerinə yetirdikdən sonra üzünü müsəlmanlara tutur, buyurur: burada hazır olanlar hazır olmayanlara bu məsələni çatdırsın. Bu məsələ tək-tək bütün müsəlmanlara vacibdir. Peyğəmbər Qədirxum xutbəsinin axırında ki buyurur: burada olanlar, burada hazır olanlar hazır olmayanlara çatdırsın. Ardıcan buyurur: atalar qiyamət gününə qədər bu məsələni, bu mühüm məsələni öz övladlarına çatdırsınlar. Bu böyük günü insanlara necə çatdıraq? Bəziləri ehsan verməklə o günü əzəmətli tuturlar. Bu günü insanlara çatdırırlar. Bəziləri bu günü mədh eləməklə insanlara çatdırırlar. Bugün elə bir əzəmətli gündür ki, hədislərdə buyurulur: Yavmul Qədir Eydullahil Əkbər. Qədirxum günü Allahın böyük bayramıdır. İmam Sadiq əleyhissalam buyurur: Qədirxum günü Fitr, Qurban bayramı və cümə günləri arasında ulduzlar arasında ay kimi parlayır. Bu bayramların hamısı vilayətin ətrafında dövr vurur. İmam Sadiq əleyhissalam başqa bir hədisdə buyurur: And olsun Allaha, insanlar bu günün fəzilətini bilsəydilər, mələklər hər gün 10 dəfə onlarla görüşərdi, onları ağuşuna alardı. Və ardıcan buyurur: Allahın bu günü tanıyanlara verdiyi nemətlər sayıb qurtaracaq qədər deyil.